Biz adətən evimizi, yəni necə deyərlər, təhlükəsiz bir qala kimi təsəvvür edirik, düzdür? Yəni qapını bağlayırsınız, pərdələri çəkirsiniz və bayırdakı bütün o xaos, səs-küy hamısı çöllə qalır. Aha, bəli. İçəridə isə sanki hər şey sizin nəzarətinizdədir. Özünüzü tam güvəndə hiss edirsiniz. Dəqiq. Amma bugün bir dinləyicimizin bizə göndərdiyi cəmi bir cümləlik bir mənbəni araşdıracağıq. Və bu cümlə o təhlükəsizlik hissini alt-üst etmək üçün, yəni qapını qıran quldura ehtiyacı olmadığını sübut edir. Doğrudan da qəribə mənbədir. Hə, baxın, cümlə eynən belədir. Evə şanssızlıq və bədbəxtlik gətirən o bitki. Və salam. Başqa heç bir izah, heç bir əlavə məlumat yoxdur. Və bugünkü bu dərin araşdırmamızın missiyası da məhz bu qısa, lakin olduqca sirli cümlənin arxasında dayanan o intizarı tapmaqdır. Yəni, insanların xurafatlara niyə bu qədər meyilli olduğunu və ən əsası... Məlumat əskikliyinin bizi necə qorxutduğunu, eləmi? Tamamilə. Məlumat əskikliyinin beynimizdə necə böyük bir maraq, hətta vahimə yaratdığını təhlil edəcəyik. Gəlin əvvəlcə bu cümlənin strukturunu biraz aydınlaşdıraq. Mətindəki o xüsusi vurğuya fikir verin. O bitki ifadəsi böyük hərflərlə yazılıb. Aha, qəsdən diqqət çəkmək üçün. Dəqiq. Bu mənə o klassik qorxu filmlərini xatırladır. Yəni canavarın və ya qatilin heç vaxt tam olaraq ekranda göstərilmədiyi o səhnələri düşünün. Siz sadəcə divarda böyüyən qorxunc bir kölgə görürsünüz. Bəli, o gərginlik anı. Hə, təhlükənin orada olduğunu bilirsiniz, sizə xəbərdarlıq edilir, amma onun əslində kimliyi, yəni nə olduğu tamamilə gizli qalır. Sənin o qorxu filmi analogiyası əslində insan psixologiyasındakı təhlükə siqnallarının necə işlədiyini tam dəqiqliklə göstərir. Çünki burada hədəf alınan obyekt tamamilə təbii, passiv və adətən zərərsiz hesab etdiyimiz bir ev bitkisidir. Yəni masanın üstündə duran sakit bir gül. Ay sol. Amma o böyük hərflərlə yazılmış ifadə, yəni o bitki, adi bir canlının anidən zərərli, mistik bir varlığa çevrilir. Bizim ən etibar etdiyimiz, vizual olaraq ən çox rahatlıq tapdığımız məkanımıza xarici bir təhdid yerləşdirilir. Amma gözləyin, axı bu məntiqlə daban-dabana ziddir, düzdür? Evin küncündə fotosintez edən adi bir yarpaq mənim bank hesabıma, sağlamlığıma və ya işlərimin gedişatına necə təsir edə bilər? Heç cür. Amma... Bəs insan beyni niyə belə cəfəngiyata bu qədər asanlıqla inanmağa meyillidir? Çünki beynimiz xaosu və qeyri-müəyyənliyi qətiyyən qəbul edə bilmir. O təkamül boyu naxışları, belə deyək də, səbəb-nəticə əlaqələrini tapmaq üçün proqramlaşıb. Psixologiyada buna apofeniya deyilir. Apofeniya. Bu tam olaraq nədir? Yəni, bir-biri ilə heç bir əlaqəsi olmayan hadisələr və ya obyektlər arasında məna tapmaq meyli. Məsələn, həyatda işlər tərs gedəndə, ard-arda uğursuzluqlar yaşayanda bunlar sadəcə təsadüfdür demək bizi qane etmir. Beynimiz o təhlükəsizlik hissini bərpa etmək üçün saxta bir nəzarət mexanizmi yaradır. Yəni, mütləq bir günahkar axtarır. Dəqiq. Günahı o zavallı bitkiyə atmaq həyat ədalətsizdir və mən buna heç cür nəzarət edə bilmirəm deməkdən qat-qat asandır. Doğrudur, biz günahkar axtarırıq, amma sizə göndərilən bu mənbə bizə o günahkarın kimliyini vermir axı. Fikir verin, cümlədə ən vacib detal əskikdir, bitkinin adı yoxdur. Aha, ən böyük hilə də elə buradadır. Bəs bu məlumat boşluğu bizə nədir? Yəni bu sadəcə bizi o linkə klikləməyə məcbur edən ucuz bir rəqəmsal fənddir, yoxsa qorxumuzu daha da alovlandırmaq üçün xüsusi olaraq dizayn edilib? Bəlkə də müasir rəqəmsal klikbeytlər elə 21-ci əsrin folkloru və xurafatıdır. Əslində hər ikisidir. Rəqəmsal dövrün diqqət çəkmə taktikası bizim o qədim insan qorxularımızla mükəmməl şəkildə birləşir. Naməlum olan hər zaman məlum olandan daha böyük bir intizar yaradır. Hə, çünki bilmirsən səni nə gözləyir. Təsəvvür edin, əgər mənbə birbaşa desə ki, fikus bitkisi bədbəxtlik gətirir. Çox ehtimal ki, siz sadəcə baxıb deyərdiniz ki, mənim onsuz da fikusdan zəhləm gedir. Yaxud da bu tam bir cəfəngiyatdır deyib o səhifəni bağlayardım. Bəli, konkretlik xurafatın sehrini və o yaratdığı intizarı dərhal pozur.
adını deməyəndə isə o məlumat boşluğunu bizim öz xəyal gücümüz doldurur və daxili narahatlıqlarımız işə düşür. Biz istər-istəməz evimizdəki bütün bitkiləri zehnimizdə bir skan edirik. Məhz belədir. Biz bilinməyənə qarşı ehtiyatlı olmağa genetik olaraq kodlaşdırılmışıq. Məlumatın olmaması bizim təxəyyülümüzü ən pis ssenariləri yazmağa məcbur edir. Və o kiçik boşluq beynimiz üçün fasiləsiz bir xəbərdarlıq siqnalına çevrilir. Dəqiq, narahatlıq yaradır. Deməli, biz bugünkü araşdırmamızda o bitkinin əslində hansı olduğunu öyrənə bilmədik, düzdür? Çünki mənbəmiz bunu bizə demədi. Lakin cəmi bir neçə sözün və qəsdən buraxılmış bir boşluğun əvvəldə bəhs etdiyimiz o təhlükəsiz ev hissinə necə təsir edə biləcəyini öyrəndik. Diqqətimizi və qorxularımızı necə asanlıqla idarə etdiyini anladıq. Yəni güc heç vaxt o bitkidə deyildi. Bəli, güc o bitkiyə yüklədiyimiz naməlumluqdaydı. Və beynimizin həmin naməlumluğa qarşı verdiyi panik reaksiyada. Tamamilə razıyam. Bu da bizi sonda sizin üçün kiçik amma təhrik edici bir düşüncə ilə baş-başa buraxır. Yəni, mətndə bitkinin adı çəkilmədiyi üçün, bəlkə də elə indi evinizin küncündə səssizcə dayanan, bəlkə də rəfində sevgi ilə qulluq etdiyiniz o yaşıl yarpaqlı hər bir bitki sizə biraz şübhəli görünməyə başladı. Ehtimal ki, hə. Biz əslində heç bir əsası olmayan və tam adı belə bilinməyən xurafatlara, yəni rəqəmsal clickbaitlərə öz həyatımızda və psixologiyamızda kök salması üçün nə qədər güc və nəzarət veririk. Bugün o pərdələri çəkib evinizin təhlükəsizliyinə sığınarkən, gəlin bir də bu barədə düşünün.